Salam, hörmətli izləyicilər. Tormuz işıqlarının vacibliyindən danışmaq istəyirəm sizə. Ümumiyyətlə, biz qarşıdakı maşının sürətinin azaltmasını o dəqiqə hiss eləmirik, amma qırmızı işıqları görərək, qabaqdakı maşının qırmızı işıqlarını görərək sürəti azaldırıq. Deməli, bu işıqlar xarab olduqda arxadan zərbə alma şansı 1-ə 10 artır. Çox adamlar buna fikir vermir. Mən yollarda fikir verirəm. Bir işığı yanmır, iki işığı yanmır. Hətta heç bir tormuz işığı yanmayan maşınları görürəm. Bunu necə yoxlamaq olar? Məsələn, arxada bu dəqiqə divardır da, gəlmişəm, işdən gəlmişəm, tormuzu basıram, mütəmadi olaraq basıram, qırmızı işıqları görürsünüz, yanır, divardan görsənir. Deməli, tormuz işıqları görsənir. Bunu küçədə də eləmək olar. Divara yaxınlaşanda, məsələn, divardır, o dəqiqə yoxlayıram. Bunu hər səhər, hər axşam mən yoxlayıb, sonra çıxıb gedirəm evə və yaxud işə gedirəm. Çünki tormuz işıqları çox vacibdir. Yəni, arxadan zərbə almaq mümkündür. Bunu edin və arxadan deməli, gələn zərbələrdən özünüzü qoruyun. Diqqətinizə görə çox sağ olun.